Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizinlə sınaq işləyəcəyik. Kimyanın ilk anlayışlarında mən sizə kanalımda həm mövzu izahını vermişəm, həm də ayrı-ayrılıqda qarışıqlarla bağlı və yaxud da bəsit mürəkkəb maddələrlə bağlı test nümunələrimin də izahlarını kanalımda yerləşdirmişəm. Yaxşı olardı ki, əvvəl o mövzuları izləyib testlərlə tanış olasınız, daha sonra isə sınaq mövzumuza keçək. Ümumiyyətlə uşaqlar, yadınızda qalsın ki, testlərin və sınaqların işlənilməsi daha çox vacibdir, nəinki o mövzunun mənimsənilməsi. Bəzən mövzunu mənimsəyirik, amma elə bir test nümunəsi bizim imtahanda qarşımıza çıxır ki, onu yaza bilmirik. Yəni, nə qədər çox test işləsək, nə qədər çox sualla qarşılaşsaq, test nümunəsi ilə qarşılaşsaq, imtahanda da o sualları çox rahatlıqla yaza bilərik. Odur ki, gəlin başlayaq birinci sualdan. Demək, uşaqlar, birinci sualımız, yəni sınağın birinci sualı qarışıqlar mövzusudur. X maddəsinin su ilə qarışığı və Y maddəsinin su ilə qarışığı verilib və bu qarışıqların ayrılma üsulları da bizə verilib. İndi isə bizdən istəyir ki, həmin o maddələri tapaq, X ilə Y-i tapaq və onların aqreqat halını, suda həll olma qabiliyyətlərini təyin edək. Əvvəlcə heç bu variantlara baxmamışdan qabaq biz bilməliyik ki, əgər biz o maddələri ki, distillə sulu ilə ayırırıq, onlar eyni cinsli qarışıqlardır və X burada həll olan mayedir. Suda həll olan mayedir, əgər eyni cinsli qarışıqdırsa. Deməli, X-in burada aqreqat halı maye olacaq. Və deməli, süzmə üsulunda da əgər biz ayırırıqsa süzmə üsulu ilə Y və su maddəsini, deməli, Y burada bərk haldadır. Yəni, söhbət burada qumdan gedir. Qum, təbaşir, hər hansısa bir bərk maddə ola bilər. Yəni, suda həll olmayan. Deməli, bu eyni cinsli qarışıqlardır, distillə ilə ayrılır. Süzmə də müxtəlif cinsli qarışıqların ayrılma üsuludur. Gəlin, indi X və Y bizə məlum olduqdan sonra, deməliyik ki, X bu hər iki variantda da baxın, maye verilib, Y-də isə bərkdir. Y maye deyil, biz təyin etdik ki, Y bərkdir. Gəlin, indi 1, 2, 3, hər üç variantda seçə bilmərik. Gəlirik suda həll olma qabiliyyətlərinə baxırıq. Biz dedik ki, distillə sulu ilə ayrılma eyni cinsli qarışıqlara aiddir. Eyni cinsli qarışıqlarda da onları təşkil edən maddələr bir-birində həll olur. Yəni, X burada həll olan olmalıdır. Həll olma qabiliyyəti olmalıdır. Ona görə də baxın, həll olma qabiliyyəti olan, bu müsbət olan variantı götürəcəyik X üçün. Bir variantını yox, suda həll olmayan deyil, suda həll olandır X və 3 götürəcəyik. Y-imiz bərkdir və suda həll olmur. Doğru cavab 2, 3, D variantı. Gəlin, ikinci test nümunəmizə baxaq. Yenə qarışıqlarla bağlıdır. Deməli, deyil ki, hansı ifadələrə əsasən X maddəsinin qarışıq olduğunu müəyyən etmək olar. Qarışıqların mövzu izahında da mən onlara qarışıqları saf maddələrdən ayıran xarakteristikaları qeyd etmişəm. Deməli, demişəm ki, qarışıqlar dəyişən qaynama temperaturları sabit deyil. Baxın, burada deyil ki, qaynama temperaturu sabitdir. Bu qarışıqlara aid deyil. Bunlar saf maddələrə aiddir. S yazım, biləsiniz. Daha sonra heterogendilər, bəli. Daha sonra, deməli, uşaqlar, baxın, 3 ilə 4-də bizdə burada biraz çaşdırıcıdır. Gəlin, baxaq, deyir ki, müxtəlif növ molekullardan ibarətdir qarışıqlar. Bir də deyir, müxtəlif növ atomlardan ibarətdir qarışıqlar. Biz nə demişdik saf maddələrlə qarışıqların fərqində? Saf maddələrdə element plus element, məsələn, su. Su safdır. Çünki suyun tərkibində hidrogen atomu, bir də oksigen atomu var. Yəni, müxtəlif növ atomlar ola bilər. Amma əgər suyun yanında qum olsa, bu da ayrı bir molekuldur, su molekulu. Bu da qum molekulu. Baxın, uşaqlar, müxtəlif növ molekullardan ibarətdir. Yəni, qarışıqlar müxtəlif növ atomlardan deyil, müxtəlif növ molekullardan ibarətdir. Doğru cavab C variantı. Gəlin, üçüncü test nümunəsinə baxaq. Deyir ki, X-in, Y-in və Z-in aqreqat halları verilib və bu aqreqat hallarında həmin maddələrin ayrılma üsulları, yəni, üzr istəyirəm, necə qarışıq əmələ gətirdiklərini göstərir. Deyir ki, baxın, X maddəsi, baxın bu X, Y ilə homogen qarışıq əmələ gətirir. Əgər Y ilə homogen qarışıq əmələ gətirirsə, deməli, X ilə Y, gəlin variantlara baxaq. Deməli, X mayedir, Y bərkdir. Sizcə maye və bərk halda olan bir maddəni distillə ilə ayırmaq olar? Olmaz.
Bir də deyir ki, homogendir. Süzmə heterogen qarışıqlara aiddir. Deməli, 3 variantımızı da biz birincidən artıq məlum etmiş olduq. Deyir ki, Y maddəsi Z maddəsi ilə heterogen qarışıq əmələ gətirir. Sizcə heterogen qarışıq əmələ gətirirsə, distillə ilə ayırmaq olarmı? Xeyr, olmaz. Əslində burada doğru cavab D variantı qalır. Gəlin X ilə Z-ə baxaq. Deməli, Z mayedir, X-i də burada maye vermişdi. Deyir ki, Z X ilə homogen qarışıq əmələ gətirir. Yəni, homogen qarışıq əmələ gətirirsə, distillə burada doğru seçimdir. İndi isə uşaqlar, gəlin 4-cü test nümunəsinə baxaq. Deməli, əvvəlcə şərti oxuyaq. Deyir ki, adi şəraitdə bərk halda olan X, Y və Z maddələrinin qarışığına maqnit yaxınlaşdırdıqda X tamamilə ayrılır. Qalan qarışıq suda həll edilir və əmələ gələn yeni qarışıqdan əvvəlcə Y süzmə ilə, daha sonra isə Z buxarlanma ilə ayrılır. Uyğunluğu müəyyən etməyimizi istəyir. Uşaqlar, burada X-in, Y-in və Z-in hansı maddələr olduğunu biz təyin eləməliyik. Əgər X, Y və Z-dən ibarət olan qarışığa maqnit yaxınlaşdırdıqda X oradan ayrılırsa, deməli X burada dəmir tozudur. Kükürt maqnit xassəsi olmadığına görə maqnitə yapışa bilmir. Yəni burada ya 1 ya da 3-cü variant doğrudur. Gəlin baxaq, deyir ki, qalan qarışıq suda həll edilir. Baxın, X-i buradan ayırdıq. Qaldı burada Y və Z. Əgər biz deyir ki, qalan qarışıq suda həll edilir və əmələ gələn yeni qarışıqdan bu Y süzmə ilə ayrılır. Biz süzmə ilə ayrılmada qumun misalında göstərmişdik də uşaqlar. Qumu biz süzmə ilə ayıra bilərik. Daha sonra isə Z buxarlanma ilə ayrılır. Z də burada variantlara baxsaq, xörək duzu variantına daha çox uyğun gəlir. Ona görə də burada doğru cavab 3 olacaq. 1 də olmayacaq. Çünki Y-imiz xörək duzu deyil. Y-i süzmə ilə ayırırıq. Y burada qum olmalıdır. Deməli, burada cavab yalnız 3. C variantı. 5-ci nümunədə deyir ki, hansı maddə eyni növ atomlardan əmələ gəlməmişdir? Gəlin bunların biz formullarını yazaq. Deməli, ozon nə idi uşaqlar? Oksigenin allotropik şəkil dəyişməsi idi. Karbonun şəkil dəyişməsidir. Almaz, qrafit də karbonun allotropik şəkil dəyişməsidir. Sadəcə biz demişdik ki, burada quruluşların, yəni karbon atomlarının düzülüşü fərqli olduğu üçün almaz və qrafit bir-birindən fərqlənir. Amonyak isə, uşaqlar, NH3. Eyni növ atomlardan əmələ gəlməmişdir deyirsə, deməli burada fərqli növ atomlar var. Baxın, ozonda yalnız oksigen atomudur, azotda yenə azot atomu, almazda və qrafitdə karbon atomlar, amonyakda isə burada həm azot var, həm də hidrogen. Deməli, eyni növ atomlardan əmələ gəlməyən Y variantı amonyaka aid. Deməli, uşaqlar, 6-cı test nümunəsinə baxaq. Deyir ki, sabit temperaturda saf X mayesi üçün hansı qrafiklər doğrudur? Burada 1-ci, 2-ci, 3-cü qrafiklərimizdə bizim kütlədən, kütlənin həcmdən, sıxlığın kütlədən və sıxlığın həcmdən asılılığı verilir. Biz bir mənalı olaraq bilməliyik ki, uşaqlar, əgər saf maddələrdən gedirsə söhbət, saf maddələrdə sıxlıq, uşaqlar, sıxlıq sabit olur. Bunu bir mənalı olaraq bilməliyik. Sıxlıq konstant, yəni sabit. Ona görə də burada sıxlığın ikinci variantını biz buradan çıxmalıyıq. Gəlin indi 1-ci və 3-cüyə baxaq. Əlbəttə ki, burada 3-cü variant düz olacaq. Çünki sıxlıq sabit olduğu üçün həcm də sabit olacaq. Daha sonra 1-cidə isə biz bildiyimiz qaydanı tətbiq eləməliyik. Uşaqlar, biz bilirik ki, kütlə, sıxlıq və həcmin Rho vurulsun V qaydasına görə bilirik ki, kütlə artdıqca maddələrdə həcmdə düz mütənasib olduğu üçün ona mütənasib olaraq artır. Ona görə də birinci deməli, qrafikimizdə doğrudur. Deməli, burada doğru cavab 1, 3, A variantı. İndi isə gəlin 7-ci test nümunəsinə baxaq. Deməli, uşaqlar deyir ki, bu da qarışıqlarla bağlı bir test nümunəsidir. Deyir ki, X və Y maddələri qarışığını distillə suyu ilə ayırırlar. Hansı ifadə doğrudur? Bildik ki, distillə su ilə ayrılmada, deməli, gəlin üzərində yazaq. Bu da mayedir, uşaqlar, bu da mayedir. Və bir-birində həll olurlar, yəni homogendilər. Gəlin onda yazaq ki, bizə aydın olsun homogen. Gəlin 1-ci, 2-ci, 3-cü variantlara əsasən doğruluğu müəyyən edək. Deməli, deyir ki, X və Y adi şəraitdə maye haldadır. Doğrudur. X-Y qarışığı heterogendir. Xeyr, bu doğru deyil. Üçüncüdə də deyir ki, X və Y-in qaynama temperaturları fərqlidir. Bu doğrudur. Mənim mövzu izahımda
burada yerləşdirəcəm mövzu izahını. Girib ora baxa bilərsiniz. Mən distillə üsulunu geniş şəkildə izah etmişəm. Çünki abituriyentlərə bəzən aydın olmur bu üsul. Mən orada həm şəkil üzərində, həm də ətraflı şəkildə qeyd etmişəm ki, distillə üsulu ilə ayrılmada deməli qaynama temperaturlarının müxtəlifliyinə əsaslanır. Orada deməli spirtin qaynama temperaturu suyun qaynama temperaturundan aşağı olduğu üçün daha tez qaynayır və ayrılır. Deməli burada doğru cavab 1-3 D variantı. Uşaqlar, indi gəlin 8-ci test nümunəsinə baxaq. Bu biraz maraqlı test nümunəsidir. Gəlin izahına baxaq. Deməli deyir ki, kütlə, həcm qrafiki verilən X, Y və Z maddələrindən X və Z bir-birində həll olduğu halda Y-də həll olunur. Bu mayyələrin eyni bir qabın içərisində vəziyyətini müəyyən edin. Deməli uşaqlar, deyirik ki, bu maddələrdən X və Y bir-birində həll olunur və mayedirlər. Düşünün ki, bunların hər biri mayedir. Və Y əgər orada həll olunursa, baxın, bu X və Z, bir də onu deyim, inşallah, burada əslində qrafik bizə o barədə kömək eləyir ki, biz deməli Y-ın buradan tapa bilək. Necə tapacağıq, uşaqlar? Baxın kütləyə. Buna nəzərən kütləsinə baxsaq, hər birinin Y-ın kütləsi azdır. Y-ın kütləsi az olduğu üçün o qabda yuxarı hissədə qalacaq. Deməli, ancaq X və Z isə, baxın, burada təbəqələr göstərilib ki, X, Z, Y bir-birlərindən ayrı-ayrılıqda yerləşir. Əslində belə olmamalıdır. Əgər X və Z bir-birində həll olursa, baxın, qabda bu şəkildə olmalıdırlar. Deməli, doğru olmayan variantları çıxırıq, qalır C və D. Bu zaman bizim köməyimizə qrafik gəlir. Əgər qrafikdə kütlə azdırsa, o həmin qarışıqdan üstə olacaq. Kütləsi az olduğu üçün. Ona görə də burada doğru cavab C variantı. Yəni Y-ın kütləsi az olduğu üçün qabda bu qarışıqdan həll olan bu homogen qarışıqlar yuxarıda olacaq. Çünki deyir ki, Y bu qarışıqlarda həll olmur. Ona görə onu ayrılıqda göstəririk. Deməli, doğru cavab C variantı. Gəlin indi 9-cu test nümunəsinə baxaq. Deyir ki, hansılar bəsit maddə deyil? Deməli, biz bilirdik ki, uşaqlar, bəsit maddələr, oksigen, bir də mürəkkəb maddə, məsəl üçün su. Bunların bir-birindən fərqli nə idi? Bəsit maddə eyni növ element atomlarından ibarət idi. Mürəkkəb maddə isə müxtəlif element atomlarından ibarət idi. Yəni, burada həm hidrogen, həm də oksigen var. İndi bəsit maddə olmayan variantları istəyir bizdən. Silisiumun, gəlin burada yazaq, deməli, formulu bu şəkildədir. Karbon qazının formulu bu şəkildədir. Dəmirin də formulu bu şəkildədir. Deməli, uşaqlar, silisium və dəmir bəsit maddədir. Ancaq karbon qazı bəsit maddə deyil. Bizə də bəsit maddə olmayanı istəyir. Doğru cavab yalnız 2B var. 10-cu test nümunəsinə baxaq. Uşaqlar deyir ki, çox atomlu bəsit maddələri müəyyən edin. Biz bilirik ki, çox atomlu bəsit maddələr qaz, bərk və maye halda olurlar. Deməli, qazlara bilirik ki, oksigen, azot, daha sonra hidrogen, bunlar 2 atomlu bəsit maddələr əmələ gətirir. Yəni, onlar da çox atomludur. Ancaq metallardır, bir sıra qeyri-metallardır. Bunlar isə adi halda, yəni çox atomlu deyillər. Çox atomlu olanlar, deməli, kükürt, ağ fosfor və yod. Yod maye halda, üzr istəyirəm, bərk halda, yod 2, kükürt, çox atomlu bəsit maddədir, yəni S8. Fosforda fosfor 4. Deməli, çox atomlu bəsit maddələr əmələ gətirir. Deməli, doğru cavab 1, 2, 3. Y variantı. Daha sonra uşaqlar, gəlin 11-ci test nümunəsinə baxaq. Deyir ki, eyni cinsli qarışıqları müəyyən edin. Eyni cinsli qarışıqlar qarışarkən bir-birində gözlə görünməyən qarışıq əmələ gətirən nümunələrdir. Birinci variantı doğrudur. Çünki şəkərlə suyu biz bir-biri ilə qarışdırarkən gözlə görünməyən homogen qarışıq əmələ gəlir. Bu doğrudur. Deməli, bir doğrudur. İkincidə, uşaqlar, deyir ki, su ilə neft. Neftlə suyu qarışdırdığımız zaman neft suyun üzərində qalır, sıxlığı az olduğu üçün. Bu zaman biz o qarışıqları bir-birindən seçə bilirik. Yəni, müxtəlif cinslidir. Eyni cinsli deyil. Hava eyni cinslidir. Çünki havada o qədər qaz qarışığı var ki, biz onların, deməli, gözlə görə bilmirik. Yəni, homogen qarışıq əmələ gətirir. Dördüncüdə isə su ilə gil. Gil də qum kimi, təbaşir kimi bərk maddədir. Suda həll olunur. O da su ilə qarışan zaman biz onu gözlə görürük. Yəni, heterogen qarışıq əmələ gətirir. Bu da səhvdir. Deməli, eyni cinsli qarışıqlarımız 1, 3, C variantı. İkinci test nümunəsinə baxaq. Yenə qarışıqlarla bağlı bir deməli, sınaq sualıdır.
Deyir ki, X, Y və Z maddələri əmələ gətirdikləri sistem. Baxın, Y ilə emulsiya əmələ gətirir, Z ilə suspensiya əmələ gətirir, X ilə emulsiya əmələ gətirmir. Baxın. İfadələrdən düzgün olmayanı seçin. Əgər X ilə Y emulsiya əmələ gətirirsə, X ilə Y qarşılığı homogen ola bilməz. Emulsiyalar və suspensiyalar heterogen qarşılıqların sistemidir. Daha sonra yenə Y ilə Z suspensiya əmələ gətirir. Əgər uşaqlar bir dənə burada diqqətlə bir şeyi nəzərə yetirin. Baxın, suspensiya əmələ gətirirsə, ya Y ya da Z. İkisindən biri bərk maddə olmalıdır. Əgər X ilə Y uşaqlar, baxın, Y-ın çünki biri buradadır, biri buradadır. Biz təyin eləməliyik ki, Y nədir? Hansı maddədir? Hansı aqreqat halındadır? Əgər emulsiyada uşaqlar mayedir. Yalnız maye deməli, bir-birində həll olmayan qarışıqların deməli, qarışıqlar biz emulsiya deyirdik onlara. Suspensiyalarda isə biri bərk olmalıdır. Deməli, əgər bunun ikisi də mayedirsə, deməli, bu mayedir, uşaqlar. Deməli, bu mayedir. Çünki bu da mayedir. X da mayedir. Bu maye olduğu üçün suspensiya qarışıqlarda bu olacaq bərk. Deməli, Z burada qumdur, Y da burada sudur. Daha sonra gəlin elə belə yazaq. Deməli, X emulsiya əmələ gətirdiyi üçün, məsəl üçün, yağ olsun. Yağ. Daha sonra Y burada olsun. Su. Z də olacaq burada. Deməli, qum. Baxın, sonra nə deyir uşaqlar? Üçüncü variantda deyir, Z ilə X emulsiya əmələ gətirmir. Düzdür. Emulsiya əmələ gətirməsi üçün hər ikisi də maye halda olmalıydı. Deməli, yazdıq ki, təxmini olaraq belə deyək, təyin etdik ki, hansı maddələr ola bilər bu maddələr. Deməli, birincidən biz artıq bildik ki, homogen deyil, düzgün olmayan variantı bizdən istəyir. Düzgün olmayan variantda birdir. Homogen deyil, heterogendir. Z saf, deməli, saf Z bərk maddədir. Düzdür. Bizə doğru olmayanı istəyir, bu düzdür. Y ilə Z deməli, qarışığını düzdür, üstü ilə ayırmaq olar. Sizcə, Y ilə Z-i üstü ilə ayırmaq olarmı? Çünki heç bunu əslində yazmasaydıq belə, biz buradan deyir ki, Y ilə Z suspensiya əmələ gətirir. Suspensiya heterogen qarışıqların deməli, sistemidir. Amma distillə su isə homogen deməli, qarışıqların ayrılması oldu. Ona görə də düzgün olmayan variant burada 1, 3, D variantı. 13-cü test nümunəsində deyir ki, uşaqlar X-in tərkibinə daxil olan oksigen öz fərdi xassələrini saxlayır. Y-ın tərkibindən oksigeni fiziki üsulla ayırmaq olmur. Deməli, X ilə Y hər hansısa bir maddə və ya hər hansı bir qarışıqdır ki, belə bir fikir irəli sürürlər və bizdən hansı ifadənin doğru olduğunu soruşurlar. Deməli, əgər X-in tərkibinə daxil olan oksigen öz fərdi xassələrini saxlayırsa, X burada havadır uşaqlar. Çünki qarışıqların tərkibində hər bir maddə öz fərdi xassəsini saxlayır. Yəni, dəyişmir. Məsələn, su ilə spirti qarışdırdığımız zaman su da ayrı bir maddədir, spirt də ayrı bir maddədir. Onlar qarışarkən heç bir kimyəvi reaksiya getmir. Spirt də həmin spirtdir, su da həmin sudur. Yəni, heç bir maddə orada dəyişikliyə məruz qalmır. Ona görə də havanın tərkibində oksigen öz fərdi xassələrini saxlayır. Ancaq Y-ın tərkibindən oksigeni fiziki üsulla ayırmaq olmur. Biz dedik ki, əgər qarışıq əmələ gətirirsə, onları fiziki üsulla ayıra bilərik. Əgər Y-ın tərkibindən oksigeni fiziki üsulla ayıra bilmiriksə, deməli, bu hər hansısa bir oksidli birləşmə ola bilər. Ən sadə nümunə ilə suyu götürək. Məsələn, hər hansı bir oksigenli hər hansısa bir maddə ola bilər. Karbon qazı ola bilər, dəm qazı ola bilər və yaxud da silisium oksid və yaxud da kükürdün oksigenli birləşmələri və s. İstənilən oksid ola bilər ki, oradan oksigeni biz fiziki üsulla ayıra bilmirik. Deyir ki, hansı ifadələr doğrudur? Uşaqlar, baxın, birincidə deyir ki, X saf maddədir. Xeyr, biz X-i təyin etdik ki, X burada havadır. Hava da qarışıqdır, saf maddə deyil. Y deyir ki, sabit fiziki xassələrə malikdir. Y, baxın, uşaqlar, sudur. Su sabit fiziki xassəyə malikdir. Çünki saf maddədir. Uşaqlar, qarışdırmayın. Əgər bizə desə ki, Y sabit, məsəl üçün, qaynama temperaturuna malikdir, sabit fiziki xassələrə malikdir. Onda burada mütləq söhbət saf maddədən gedir. Mütləq. Yəni,
Saf maddələrin qarışıqlardan fərqi onların bu xüsusiyyətlərə malik olmasıdır. Mən onu mövzu izahında vermişəm uşaqlar. Bu mövzu sınağından sonra həmin o videoları keçib ətraflı şəkildə deməli izləyib dərs izahlarına baxa bilərsiniz. Daha sonra uşaqlar 3-cüdə deməli y burada doğru oldu. Çünki sabit fiziki xassələrə malikdir. 3-cüdə deyir ki, x-i əmələ gətirən maddələri istənilən kütlə nisbətində götürmək olar. Bunu da mən mövzu izahında vermişəm ki, qarışıqların tərkibindəki maddələri, oksigen, azot, digər maddələri istənilən kütlə nisbətində götürmək olar. Məsələn, dediyimiz bayaq su ilə etil spirti qarışığında istənilən nisbətdə biz etil spirti və suyu götürə bilərik. Yenə də onları ayırmaq üçün distillə sulundan istifadə edəcəyik. Fərqi yoxdur. Neçə nisbətində götürürsən götür. Ancaq Y-də isə, suda isə, baxın, əgər desəydi Y-də. Y-də isə biz suya əmələ gəlməsi üçün 2 mol hidrogen, 1 mol oksigen lazımdır bizə. Bu dəqiq qaydadır. Yəni, istədiyimiz kütlə nisbətində biz hidrogenlə oksigeni birləşdirib suyu ala bilmərik. 2/1 nisbəti olmalıdır. Deməli, burada da 3 doğru variant oldu. Çünki x burada havadır və oradakı maddələri istənilən kütlə nisbətində götürmək olar. Doğru cavab 2, 3, B variantı. 14-cü test nümunəsi uşaqlar çox maraqlı bir test nümunəsidir. Deməli, burada maddəmiz x maddəsi verilib, ərimə temperaturu verilib, qaynama temperaturu verilib və hansı temperaturda bu x maddəsi hansı aqreqat halında olur və aqreqat halının hansında doğru göstərilmədiyini bizə deyir. Gəlin baxaq. Uşaqlar bu testi həll edərkən nə etməliyik? Deməli, x bilmirik aqreqat halı nədir, amma bilirik ki, onun deməli ərimə temperaturu 5-dir. Deməli, x əriyirsə, baxın, x məsələn, tutaq ki, x burada bərk haldadır. 5 dərəcədə əridi, keçdi maye hala. Bu testi belə işləyirlər uşaqlar, baxın. Maye hala keçdi. Daha sonra qaynayır. Neçə dərəcədə deyir orada? 120. Deməli, yazırıq bura 120. 120-də qaynadı, keçdi, oldu qaz halında. Deməli, bizə indi gəlin variantlarla işləyək. İndi aydın olacaq sizə ki, burada nədən gedir söhbət. Deməli, uşaqlar deyir ki, A variantında temperatur 0 dərəcədə olanda bunun həmin bu bərk X maddəsinin aqreqat halı bərk halda olur. Gəlin baxaq. Əgər ərimə temperaturu 5 dərəcədirsə, 0 dərəcədə bu maddə hələ də bərk haldadır ki, o 5 dərəcədə əriyir, maye hala keçir. Deməli, bu doğrudur. Bizə doğru olmayan deyir. Baxın, uşaqlar, düzgün göstərilməyəni deyir. Daha sonra deyir ki, B-də 110 dərəcədə maye haldadır. Gəlin baxaq. 5 dərəcədə əriyirsə, 120 dərəcədə qaynayırsa, bunun aralığında 10 dərəcədə, bunun aralığındadır da uşaqlar 10 dərəcə. O, maye halda olacaq. Doğrudur. 50 dərəcədə də maye olacaq. Çünki 5 ilə 120-nin arasında da 50 var dərəcə olaraq. Daha sonra, deməli, bu da doğrudur. İndi D variantı və Y variantı qalır. Y variantına baxaq uşaqlar. Y variantında deyir ki, 150 dərəcədə qaz halında olacaq. Düz deyir, çünki 120 dərəcədə qaynayır. Artıq 120-dən böyük dərəcələrdə, daha yüksək dərəcələrdə, yəni 150 dərəcədə bu artıq olacaq qaz halında. Bu da doğrudur. Ancaq D variantında isə uşaqlar deyir 100 dərəcədə qaz halındadır. Bu səhvdir. Çünki artıq 120 dərəcədə başlayır axı qaynamağa. 100 dərəcədə necə bu qaz halında ola bilər? Artıq 120-dən başlayır bu qaynamağa. 100 dərəcədə 5 ilə 120-nin arasında olduğu üçün əslində 100 dərəcədə həmin X maddəsi maye halda olmalıydı. Ona görə bu variant səhvdir. Doğru cavab D variantı. İndi 15-ci testə baxaq. Deyir ki, deməli, bəsit və mürəkkəb maddələri müəyyən edin. Bəsit maddələr bilirdik ki, eyni növ element atomlarından ibarətdir. 1 və 3. Mürəkkəb maddələr isə burada olacaq 2 və 4. Doğru cavab A variantı. 16-cı testdə deyir ki, uşaqlar, deməli, maddələr verilib, X, Y, Z. Onların formulları var. Formulları verilib ki, deməli, X elementi formulu X2, Y-da Y-dir, Z-də Z2-dir və aqreqat hallar verilib. Maye, bərk, bərk. Deməli, X maddəsi mayedir. Baxaq, deməli, X-a uyğun olan variantları. Mis və kalsium uşaqlar bərk haldadır. Amma brom maye haldadır və onun formulu X2-dir. Deməli, X-a uyğun gələn 1-dir. Yalnız 1-dir. Deməli, C variantlarına C, D və Y-ni çıxırıq.
Bərk halda olan Y maddəsi formulu da elə Y kimi qalıb, yəni heç bir indeksində bir rəqəm yoxdur. Burada 3 və 4 uyğun gəlir buna. Deməli, Z-də isə 2-dir. Çünki yod deməli indeksində 2 halında bərk halda olur, aqreqat halı. Doğru cavabımız A variantı. Bəsit maddələri müəyyən etməyimizi istəyir. Bəsit maddələr dedik ki, yenə eyni element atomlarından ibarətdir. Baxın, burada azondur, oksigenin alotropik şəkil dəyişməsi, bir də almaz, karbonun alotropik şəkil dəyişməsi bəsit maddələrdir. Karbon qazı dediyimiz kimi formulu belədir. CO2-dir. Metan da formulu belədir. Karbon, hidrogen, 4. Deməli, burada doğru cavab 1, 4, C variantı. 18-ci testdə deyir ki, neft və metil spirtinə aid xassələri müəyyən edin. Saf maddədir. Xeyr. Burada saf maddə, uşaqlar, burada neftə və metil spirtinə aid olan xassələri deyir. Deməli, saf maddədir, burada metil spirti. Çünki neft burada qarışıqdır. Müxtəlif dediyimiz kimi onda maddə qarışıqları var. Deməli, alkanlar, alkenlər, sikloparafinlər, daha sonra aromatik karbohidrogenlər var. Yəni, müxtəlif maddələr var. Metil spirti isə sadəcə bir spirtdir. Orada bir formul var, bir molekul var. Deməli, burada metil spirti saf maddədir. Saf maddə, deməli, burada ya C variantıdır, ya da D variantıdır doğru olan. A-nı, B-ni və Y-ni üzərinə xətt çəkək ki, testi işləmək daha rahat olsun. Sonra, su ilə qarışığı emulsiyadır. Emulsiyalar müxtəlif cinsli qarışıqlara aid bir sistem idi uşaqlar. Metil spirti su ilə qarışanda emulsiya əmələ gətirmir. Çünki metil spirtin su ilə qarışığı homogendir. Emulsiyalar isə heterogenlərə aiddir. Ancaq neft də bir mayedir, su da bir mayedir. İkisi də qarışanda maye plus maye emulsiya sistemini əmələ gətirir. Deməli, neftə 2 getdi, metil spirtinə 1. Su ilə qarışığını distillə etməklə ayırmaq olar. Burada 3 metil spirtinə aiddir. Deməli, doğru cavab burada C variantı. 19-cu test nümunəsində deyir ki, X su qarışığını süzməklə ayırmaq olar. Hansı ifadə doğrudur? Əgər X ilə su qarışığını süzməklə ayırmaq olarsa, təsəvvür edək ki, X burada qumdur. Belə təsəvvür edək. Təbaşir də olar, gil də olar, hər hansısa bir suda əl olmayan bərk nümunə də ola bilər burada. Hansı ifadə doğrudur deyir. X adi şəraitdə maye haldadır. Xeyr, uşaqlar, süzməklə ayıranda X burada bərk olur. Bərk olur. Ona görə də bu variant doğru deyil, bizə doğruları istəyir. 2-də deyir ki, X suda həll olmur. Bu doğrudur. Çünki qum suda həll olmur. 3-cüdə deyir ki, X-in su ilə qarışığı eyni cinsli qarışıqdır. Xeyr, uşaqlar, eyni cinsli qarışıqlar homogen idi, gözlə görünmürdü. Amma su ilə qarışığını, qumla suyun qarışığını biz adi gözlə görə bilirik. Ona görə bu homogen deyil, heterogendir. Yəni, müxtəlif cinslidir. Bu da səhvdir. Bizə doğruları istəyirdi, yalnız 2, B variantı. 20-ci test nümunəsini isə uşaqlar yaxınlaşdıraq. Deməli, deyir ki, birinci, ikinci və üçüncü halda hansı proseslər baş verir? Gəlin, baxaq. Deməli, birinci prosesimiz budur. Biraz bulanıq yazdığı üçün mən üzərində yazım. Deməli, bu 2-dir, bu da 3-dür. Birincidə bərkdən mayeyə keçir. Əgər uşaqlar bunu işləyəndə ümumiyyətlə buzun misalını yadınızda saxlayın. Əgər hansısa bir aqreqat halının çevrilməsi misalı düşəndəsə testlərdə suyun misalını yadınızda saxlayın. Deməli, su bərk haldan maye hala keçəndə əriyir də uşaqlar, elə deyilmi? Su buzdur bərk halda, əriyir, maye hala keçir. Yəni, ərimə prosesi gedir orada. Qaynama səhvdir. B və C-yə baxarıq. Deməli, D və Y də səhvdir. Deməli, ikinci variantda baxın, ox nəyi göstərir? Mayədən qaza. Mayədən qaza keçəndə nə olurdu? Uşaqlar, su qaz halına keçəndə buxarlanır da, elə deyilmi? Deməli, 2-yə uyğundur buxarlanma variantı. Sublimasiyanı çıxırıq. Əslində, variantımız bəllidir. İndi gəlin 3-cüyə baxaq. Deməli, qazdan mayəyə. Uşaqlar, qazdan bərkə, qazdan mayəyə çevrilən hal kondensləşmə halıdır. Yadınızda saxlayın. Deməli, baxın, qazdan mayəyə və qazdan bərkə keçid kondensləşmədir. Bərkdən qaza keçid isə sublimasiyadır. Deməli, burada doğru cavab B variantıdır. Deməli, uşaqlar, bugünkü sınağımızı yekunlaşdırdıq. Ümid edirəm ki, test sınaqları hər birinizə aydın oldu. Nəsə bir sualınız olsa, maraqlı qalan, hansısa bir məqam olsa, hansısa bir testin izahında çətinlik çəksəniz, mənə rəy bölməsində yaza bilərsiniz.